Sizcə, hansı ölkələrdə vətəndaşların öz vergilərini ödəməsinə və korporasiyaların öz vergilərini ödəməsinə daha az vaxt sərf olunur? Bu ölkələrin reytinqinə baxaq. 5-ci yer Gürcüstan. Gürcüstanda vətəndaşların və korporasiyaların sənədləri doldurması və vergi ödəmələrinə ildə cəmi 59 saat vaxt sərf olunur. 4-cü yer Estoniya. Bütün bu proseslər Estoniyada tam onlayndır və burada bütün bu proseslərə ildə 50 saat vaxt sərf olunur. 3-cü yer Bəhreyn. Bəhreyndə biznes strukturları cəmi 10% vergi ödəyirlər, bütün vergiləri. Vətəndaşlar isə vergidən azaddır və bütün sənədlərin və vergilərin ödənilməsinə isə cəmi 23 saat ildə vaxt sərf olunur. İkinci yerdə isə Birləşmiş Ərəb Əmirlikləri gəlir. Burada vətəndaşlar vergidən azaddır. Ümumiyyətlə korporasiyaların vergiləri isə 19% arasındadır. Lakin burada vətəndaşların ümumiyyətlə korporasiyaların vergi ödəmə sisteminə ildə cəmi 12 saat vaxt sərf olunur. Əlbəttə ki, reytinq cədvəlimizdə birinci yerdə Maldiv adaları gəlir. Burada korporasiyaların vergiləri 9,1%-dir. İldə isə bütün bu vergilərin ödənilməsinə cəmi cümlətanı yarım saat vaxt sərf olunur.